Bir daha salam değerli futbol azərkeşləri. Extra Time futbol kanalı sizleri Tevfik Bəhramov adına Respublika Stadionunun karşısından salamlayır. Karşısında dayandığımız bu arena növbəti tarixi gecələrdən birinə şahidlik etdi. UEFA Konferans Ligası 3. Əsad mərhələsinin ilk oyununda səfərdə Dinamo Kiyev və minimal hesabla məğlub olan təmsilçimiz Qarabağ doğma azərkeşləri önündə xarakter nümayiş etdirərək möhtəşəm revanş aldı. Bakıdakı cavab qarşılaşmasında rəqibini diz çöktürən Ağdam klubu 2 oyunun nəticəsinə görə mərhələni adlayaraq adını play-off'a yazdırdı. Stadyonu dolduran minlərlə azərkeşin möhtəşəm dəstəyi, komandanın meydandakı fədakar mübarizəsi öz bəhrəsini verdi. İndi isə gözlər play-off mərhələsinə tikilib. Qrup mərhələsinin qapısını açacaq bu son addımda Qarabağın rəqibi Niderlandın köklü klublarından olan Twente olacaq. Başda klub rəhbərliyi olmaqla Qurban Qurbanovu, bütün heyəti, futbolçuları, Qarabağ Futbol Klubunun alovlu azərkeşlərini və ümumilikdə bütün Azərbaycanlı futbol sevərləri bu qələbə münasibətilə səmimi qəlbdən təbrik edirik. Uğurların ardı gəlsin Qarabağ. Niderland səddini daşıb qruplarda görüşmək ümidi ilə. Extra Time futbol kanalı bugün Tevfik Bəhramov adına Respublika Stadionunda oldu. Sizlərə en son görüntüləri birbaşa arenadan Qarabağ Dinamo Kiyev oyunundan çatdırdı. Bir daha hər birinizi qələbə münasibətilə, play-off'a adlamaq münasibətilə təbrik edirik.